nəticə. Hər 12.000 ildən bir, çox yəqin ki, yer kürəsi Canibekov effektinə uyğun olaraq fırlanır, öz oxun dəyişir və əsas məqam bu anidən baş verir. İndi alimlərin filan söylədiyi kimi postepенно, yavaş-yavaş soyuyacaq, qızacaq deyil. Və yer kürəsinin şapkaları Arktika, Antarktida, yer kürəsi ki, qəfildən dönüb, hələ bir böyük bir sürətlə hərəkət edən kürə qəfildən dönüb fırlananda, əlbəttə ki, onun möhkəm strukturları yerində qalır, ətalətin təsirinə düşmür, amma Atlantik okean, Sakit okean çalxalanır və bir dəfə dalğa gedir yuxarı, ani bir saat içində əmələ gəlib o buzlar. Mamont bir saat içində donub. Bir dəfə dalğa gedir yuxarıda donur, əks dona bilməyən aşağı hissəsi, qalan hissə qayıdır aşağı, yəni bunlar hamısı hipotezadır, ehtimaldır. Bir dəfə də aşağıda donur. Arktika. Daha doğrusu Arktika yuxarıda, Antarktida aşağıda. Fərq eləmir, çalxalandı, fırlandı və Peyğəmbərin söylədiyi kimi həmən anda, necə ki demək, burada xoş xəbər nədir? Burada xoş xəbər odur ki, insanlığın yaşı 12.000 ildən qat-qat çoxdur. Biz necəsə sağ qalmağı bacarmışıq bu kataklizmdə. Bura gəlib çıxmışıq. Məsələn, Yunan əsatirlərində filan var ki, aydan öncəki sivilizasiya var. Deyirlər, bu qədimlik mənasında deyirlər. Ancaq bir dənə də ehtimal var ki, bunlar hamısı ehtimallardır, fərziyyələrdir ki, bu kataklizmdən sonra ayı gətirib yerin ətrafında yerləşdiriblər ki, stabilizasiya məqsədi ilə ki, ay yer akrobat aşmasın bir daha. Bu inandırıcı deyil, çünki ayın yaşı çoxdur və yerdə həyatın yaranması üçün ay çoxdan olmalıydı. Bir dənə də alimlərin versiyasıdır ki, bu yer artıq o sürət həddini keçib ki, həmən o kuvrok çevrilmə baş versin. Bu da inandırıcı deyil ona görə ki, çünki yerin oxu hal-hazırda dönmək üzrədir. Allah özü salamatlıq eləsin, bu qədər.